yeniden yemek düzeltiriz. Ben demiştim 80 abonede 70-70 abonede onu diyeceğim. Ne yemeğe cəlb verirəm və necə belə çox yumurtlayırlar. Gördüğünüz kimi suyumuzu istaha verdik. Axırda da yəni su bütün diyokları təbii ki yemi verəcəm. Çünki bəzi adam deyə bilər ki, yəni belə olmasın da. Başlayaq yemeğimizi düzeltmeye. Öncelikle çöremizi töktük. Üstüne gördüğünüz gibi burada çəpək var. Çəpəyi tökəyin. Töküb gəlin, belə tökəməyəcəm. Dostlar, ben bunu karıştırdım. Sonra ise çəpəyimizdən əlavə edirik. Çörək də bu əzdik və üstüne çəpəyi əlavə edirik. Siz də düzəldin. Həm xeyirdir, həm içində hər maddə xeyirlidir. Karıştıralım. Dostlar, gördüğünüz gibi şeyi töktük, karıştırdık çəpəkdən. İndi isə dəni keçirik, dəni tökəyin üstünə. Dostlar, indi bunu dəni yaxşıca karıştırdık. İndi isə içine sarımsaq əlavə edirik. Onu da deş gəlir. Aha, biz qəşəng karıştırdık, elədik bunu sarımsaqla falan. İndi isə tökürük. Qarğı dağı ayaqlarına bərkidir, yaxşı maddə. Bu da maddədən biridir. Dəmlə qutardıq, nə olur? Almadım. Şimdi tam səpirik. İndi isə dostlar, biz kameramızı sabitlik, gerek yeməklərini verməyə. Hamısı burada acayip gözləyirlər. Neyse dostlar, giden yemeğim üstünde.
Yani kamerayı yine kamerayı. Size gördüğünüz için mamasını tökürük. Değme de koy işinden zırra. Bu da tez aldığımız horuzdur. Ne kadar yazmışamsa saymak bilmiyorum. Haydi. Bunun içine töktüğümüz maddeler hamısı xeyri maddelerdir. Dediğim kimi sarımsaqdır, çəpəkdir, çörəkdir. Sonra ise hamısının adını saydım. Yumurta qabığıdır. Kalsiyum artırır. Nasıl sabah saat 2'də ya da bilmem saat neçədəsə canlı yayına başlayacağım. Açıldı şükür. Canlı yayına gəlməyi dəstəkləməyi unutmayın. Çoğun olsun töşək. Bir de daha kıysınlar. Все. Ahoç kurtardı. İçeri sularını boşaltaq da gedirəm mən. Sağ olun, salamat qalın. Sabah dediyim kimi canlı yayında görüşərik. Sağ olun, salamat qalın.